سلام علیکم. بسم الله الرحمن الرحیم. مهربان و bağışlayan Allahın adıyla və yadıyla. Çox təşəkkür edirəm ay Nurəşdən ki, bizə bu fürsəti yaratdı ta bu gözəl bir yerdə ay Dötür Şərəbyanlığın bağında əziz, fazil, fərhixdə yoldaşların, sırdaşların xidmətində olub Məsnəvidən oxuyaq, bəlkə bir az tərsə düşüncədən, tərsəlikdən, tərsə baxışdan, tərsə oxumaqdan, tərsə yeriməkdən, tərsə görməkdən özümüzü qurtara bilək. Mən bu cələsənin adabına boyun əymək üçün ən birincisi özümə bu təklifi yaraldıram ki, beytlərdən oxuyam. O beytlərin öz içində demək olar ki, bir sıra o qavramlara, anlamlara ki, biz onlarla əlbəyağıq, onlara da mən açıqlama verəm. Xub Məsnəvi nağılla başlayır, elə Quran da nağılla başlayır. Bunlar tez bir-birləri ilə nağılda otururlar bir süfrədə. Nağılda Mevlana deyir ki, ey bəradər, qıssə çon peymaneyyiz, məni əndər an besan daniz. Bu bir dənə در واقع bir tələdir, bir tuzaqdır. Mən qururam və bu qurmaqla istəyirəm ki, bu mənaları bir ovlayam, gətirəm sizlərə. İn məani rast az çərx nəhum, bi həmə taq و torum. Çox zəhmət çəkirəm. 7-ci göylərdən bunları tutub gətirəm bu mənaları sizin üçün. Və ona görə bu nağıl ki, 3-cü dəftərdə bizim boynumuza qoyulubdur ki, ondan başlayaq və deyək, çox önəmli və dəyərli və çox düşünməli bir nağıllardandır Məsnəvidə. Nağıl nə cür başlayır? Nağıl belə başlayır ki, 32-65-ci beytidə deyir ki, kan bəla, dəf-i bəlahay buzurg, van ziyan, mən-i ziyanhay سترگ. Burada Mevlana'nın zehninə düşür ki, nə mənədir? Bir dənə bəla gələ bilər ki, sizi böyük bəlalardan qurtarsın. Ya siz eləyə bilərsiniz, bir para işlər görəsiniz ki, bir sıra bəlalardan özünüzü qurtarasınız. Burada bunun zehninə bu nağıl gəlir ki, bəli, bir nəfər getmişdi Həzrəti Musa'nın yanına, deyirdi ki, bu heyvanların dilini mənə öyrətsin. Həzrəti Musa xub israr eləyir ki, baba, bu xətərnak işdir, bu işdən vazgeçsinən, öyrənməcsinən filan. Geyir Allahla danışmağa, deyir ki, üzrdə sən bir dənə bəndən gəlib yapışıb mənim yaxamdan, deyir ki, bu heyvanların dilini mənə öyrətsin. Deyir ki, xub axı mən Allaham, mən eləyənmənəm ki, bəndəmin istəyini qeytərəm. Deyir ki, xub bilirsən də, burada bir xətərli işlər var, o hovzaya insan girməməlidir filan. Deyir ki, olsun, onu gücür eləyək də bunu öyrədək biləsinə. Deyir ki, xub, hər halda bu qərara yetişirlər ki, bunu öyrətsinlər. O da çölçü bir adamıdır, heyvan saxlayırdı, xoruzla itin dilini buna öyrədirlər. Onların dilini öyrənir, gəlir neynir, o çöldə başlayır görür ki,
bəli, xoruzla it orada tartışırlar. İt düşüb xoruzun dalısıca deyir ki, baba sən bizi burada acımızdan öldürdün, hey bizə müjdələr verirsən ki, belə ittifaq düşəcək, belə ittifaq düşəcək. Acımdan öldüm mən burada, mənə çörək verən yoxdur filan. Deyir ki, baba, sən nigaran olmacınam. Bax, sabahlası bu ərbabın atı öləcəkdir. Yox, bu atı ölən kimi burada bir qonaqlıq olacaq, sən də elə o nəvaya yetişəcəksən. Ərbab bunu eşidən kimi fəvrən götürür meydana, tez atı satır, çıxır gəlir. Bunların dilini bilir də, orada onlar danışırlar, onların da dilini bilir. Yox, baxır görür ki, atdan xəbər yox, sabahsına gənə düşübdür bu xoruzun dalısına. Deyir ki, sən yalancısan, mən inanmırdım sən bu cür olasan, da mən sən hətta o süd tərəfi durub banlayırsan, ona da inanmayacam. Bu xoruz başlayır özündən dif eləyir, yox baba, biz ailəliklə əslən yalan danışmanıq. O Sələbiyyə də yadıma düşür, Molla Həkim Muhammed Baqir Xəlxalinin o Sələbiyyəsi şurada tülkünün nağılında xoruzu tutur aparır və burada həm danışırlar. Yox, burada nə mənə deyir ki, baba olsun, vaxt var da, hələ at getdi, vəli bunun bir qatırı vardı, o qatır sabah öləcəkdir. Yox, orada sən bir nəvaya yetişəcəksən, nigaran olmacını. Bu fəvrən ərbab eşidən kimin başlayır, aparır o qatırı da sabah meydanda satır, çıxır gəlir. Gələn kimin, yox, görür ki, baba, həngamədir bu çöldə, da it bir dəfə xoruzun az qalır, teləklərini yolsun, töksün yerə ki, sən yalancısan, belə elə. Deyir ki, baba, mən bilmirəm, burada bir ittifaqlar düşübdür, nəzm-i aləmdə bir-birinə, bir para işlər var, mən ondan xəbərim yoxdur, amma nigaran olmacına, sabahlarısı ərbabın özü öləcəkdir. Orada nə mənadır, böyük qonaqlıq verəcəklər, burada inəzadı var, bunlar hamısını kəsəcəklər, sən də buradan bir nəvaya yetişəcəksin. Bu sözü eşidən kimin bu dərvaqa ərbab, ya həman çölçü, xof oturur bunun canında, əsmiyə düşür, tez qaçır Həzrəti Musanın yanına, deyir, baba, bu nə işidir filan, mənə dedilər, sən öləcəksən, dedi ki, indi sən yaxçı gəlibsən, sən indi bunun da heç yolu yoxdur, sən fəqət özünü yaxçı ölməyə hazırlayacaqsan. Ölmək neçə cür ola bilər? Yaxçı ölməyin özü də bir dənə hünərdir ki, sən onu özünə amadə eləməlisən. Gedir, ibadət eləyir, yalvarır, Allaha deyir ki, bəldə, bunu xülasən mömin öldürcünlə, mömin aparcınla filan da nağıl belə qutulur ki, o ərbab da ölür, bəli, mömin ölür, gedir. İndi bu nağıl qutulan kimi görürsünüz ki, o tədayi məani Mevlananın zehnində bir nağıldan bir nağıla tezliklə bunu çəkir. O nə mənədir? Fəvrən Mevlananın zehninə düşür ki, bəli, Həmzə ölməyə gedəndə zireh bağlamazdı. İstəyir bir dənə dərvaqa örnək görsətsin. Onlar ki, bunun sözlərinə qulaq asırdılar. Yaxçı ölmək nəcür olar? Həmzə kimi. Həmzə neyiniydi? Zireh bağlanmırdı və heç vaxt arxasını düşmənə çevirmirdi. Həmişə üzbəyüz yerdi ki, o da bir dənə nağıllardan ki, bundan sonra neyiniyir? Başlayır. Pəs o kontekstdir ki, Mevlananın zehnindədir. O bəladan gəldi o dil öyrənməyə və o elmə və oradan mömin ölməyə və oradan Həmzənin nağılına bu 3-cü dəftərdə onu biz kəsib ortalığa belə qoymalıyıq. İcazə versəz, mən beytləri sürətlə oxuyum. Ustad Heydər Əbbasidən də yardım alıb, onun tərcümələrindən də sizə oxuyum. Sonralıqda o
nüktələr ki, mənim öz zihnimə çatır, sizinlə onları mən paylaşım. گفت موسی را یکی مرد جوان که بیاموزم زبان جانوران. Musa'ya dedilər, bir kişi gəldi, dedi ki, bu heyvanların dilini mən istəyirəm öyrənəm. Dedi Musa'ya biri ki, ey sayın, dilini öyrət mənə heyvanların. Sayın yəni Cənab-ı Alidə. تا بود که از بانگ حیوانات و دد عبرتی حاصل کنم در دین خد. Bu heyvanların danışmağından mən istəyirəm ki, öz dinimi artıram. Yəni o dinçilik baxımından gəlib ki, onu öyrənsin. Bəlkə bu bilmək mənə olsun dayaq, din yolunda götürüm ötkəm ayaq. Ötkəm yəni möhkəm. Ayaq. چون زبانهای بنی آدم همه در پی آب است و نان و دمدمه بو که حیوانات را دردی دگر باشد از تدبیر هنگام گذر. Axır insanın dili ey baş bilən düz çörəkdən baş çıxardır hilədən. Onların şayət də dərdi ayrıdır. Bu köçrədə yəni məsirdə, yolda. Bu köçrədə ayrı yollar öyrədir. Dili öyrənirik, tədbir qazanaq, ayrı yollar tapaq. گفت موسی رو گذر کن زین هوس که این خطر دارد بسی در پیش و پس. Vazgeç bundan deyir. Dedi Musa gəl bu atdan düşünən. Çün çövən atdır, olar çox sinsidən. Çövən yəni ram olmayan heyvan. Çövənlik yəni vəhşilik, miniş verməyən o bir çövən atdır və səni sinsidər. Düş yer onunla, vazgeç. عبرت و بیداری از یزدان طلب نه از کتاب و از مقال و حرف و لب. Get bilavasitə ondan istə bu kitablara, bu sözlərə, bu dilə, bunlara sarı gəlmə. Bilməyi get bircə Allahdan dilən, bundan, ondan alma, umma özgədən. Özgələrdən heç vaxt sən ümid axtarmıyorsan. Bilirsiniz, mən birdən özümlə düşünürəm, deyirəm ki, birdən nə oldu Mevlana? Mevlana oldu. Yəni, çox özümlə bunu mən düşünürəm. Mən olar ki, məsələn, 71-dən Məsnəvi ilə ünsüm var, oxuram, hifz edirəm, söhbətlərim olub. Hər ləhsə özümə bu sualı hey təzəliyirəm ki, məsələn, Mevlana ilə Qəzzalinin fərqi nə mənə dəydi? Birdən, məsələn, Şəms Təbrizdən durub ki, Mevlananı görməsəydi, məsələn, Mevlana nə olacaqdı? Bunlar mən özümlə həmişə soruşuram və çalışıram ki, bunlara mən doğru, düzgün cavab tapam. Niyə? Əgər biz bu suallara düz cavab tapa bilsək, eləyə bilərik ki, bu irfanı da düz başa düşək də, yəni Məsnəvini düz başa düşək. Yəni o işi ki, Şəms Mevlana ilə görübdü, hamısı o işin təcəllisi bu Məsnəvidə və Şəms divanında olubdur. Yoxsa o görməsəydi, elə bir iki dənə risalə yazardı, məsciddən mənbərə çıxardı, bir iki dənə də fikri suallara cavab verib və Mevlana da qutulacaqdı. Aya elə Mevlana həmanıdır ki, o atda ya o əslərində, qatırında yeriyəndə Şəms onun qabağını kəsirdi, mən səndən bir sual soruşacağım ki, Peyğəmbər böyükdür ya Bayezid Bəstami ilə. Doğrudan elə Mevlana bununla mütəhəvvil olur. Mən belə fikir edirəm ki, Şəms Təbrizdən gedəndə Mevlananın yanına bütün Təbrizin varlığına apar ona.
Yəni Təbrizin məktəbinə apar ona. Axı Təbriz özünə görə bir dənə məktəbdir. Yəni bunun içində həm ulum-i dəqiqəsi var, həm qeyri dəqiqəsi var. Bunun fəlsəfəsi var, hikməti var, irfanı var, bunun əxlaqı var, bunun siyasəti var, bunun memarisi var, bunun musiqisi var, bunun qəzaları var. Bu məktəbi Təbrizdə nə var ki, apar ona verir ki, Mevlana'nın birdən-birə Multəhib eləyir və Baxsas Şəms divanında nə qədr Mevlana Təbrizdən söz gətirir. Əsbəhət Təbriz o indi qiblətən əv müşriqən gətirir. Təbrizi özünə bir dənə qiblə bilir əslən. O səmtidə deyir, mən namazımı qılacam. Nəcür olubdur ki, bir dənə arif gəlir bu yerə, bir dənə coğrafiyaya bel bağlayır. Bu da nə ittifaq düşür? Yol. Mən belə fikir edirəm ki, bu Təbriz məktəbini ki aparır və Mevlana'nı ondan mütəhəvvil eləyir. Demək olar istəyir Mevlana'ya deyə ki, sən bu yol ki gedirsən, bu yoldan çönüb belə gedəcəksən. Bu yol o yol deyil. Yəni o tərsə düşünməkdən Mevlana'nı qurtarır. Əgər Mevlana'nı o tərsə düşünməkdən qurtarmasaydı, Mevlana elə həman çox yekə olsaydı olacaqdı, məsələn, Əttar, Sənayi, Qəzzali, Xaqani, belə bir şəxs olacaqdı, Mevlana olamayacaqdı. Xub, indi bu tərsə düşüncə nə idi ki, Mevlana'nı bürümüşdü və Şəms hey çalışırdı və çabalayırdı ki, onu qurtarsın və buna da huşdar verirdi. Mevlana deyir, fitne و آشوب و خونریزی مجو بیش از این از شمس تبریزی مگو ki fitnəyə oxşadırdı. Deyir ki, burada qan axa bilər, sənin canın da xətərdə ola bilər. Düşüncə ilə oynamaq olmaz. Yox, o buydu ki, mən fikir edirəm, yəni düşünürəm ki, Mevlana'ya dedi ki, sən özünə qeytməlisən. Yəni özündən soruşmalısan ki, sən kimsən? Bu belə çox ağır sualdır. Hər insan özündən soruşmalıdır da, mən kiməm axı? Mən kiməm? Yəni nə? Yəni kimlik, varlıq, identifi. Yəni mənim bütün şəxsiyyətim, varlığım o sualla bağlıdır ki, mən ona cavab verməliyəm. Mən kiməm? Yəni mənim dilim nədir? Mənim dinim nədir? Mənim tarixim nədir? Mənim coğrafiyam nədir? Mənim kültürüm, fərhəngim, sünnətim, dəbdəbələr, ənənələr, ata-baba sözlərim, törəm, bunlar nədirlər? Mən bunları tapmalıyam. Mən əgər bunları tapsam, özümü tapıram. Çəkəsəm mən, keçənin vəsvəsə məndəm. Gəhəzin su kəşəndəm, gəhəzan su kəşəndəm, nəfəsi tund و ملولم, nəfəsi rəhzən و quləm, nəfəsi zində burunəm ki, bəran bam بلندəm. Və çəkirdilər, yəni Mevlana çəkişdirdilər o ənbiyana bu tərsə düşüncə ilə və bu vəsvəsənin içində və bu tənaquzların içində özünü qurtaranmırdı ki, Şəms bunu der vaqa demək olar qurtarır. Və bunun bu suallarına bu belə buna cavab verir. Və o cavab elə həman o 5 dənə idi ki, mən sizə saydım. Dildir, dindir, tarixdir, coğrafiyadır və bunun fərhəngidir. Bunları neyinir? Mevlana'ya açıqlayır. Deyirsəm, bu varlığa sahibsən. Səd hezaran əzl danet az ulum, can xud ra mi nedanet an zən. Qiymət hər kalə mi dani ki çiz, qiymət xud ra nedani əbləhiz. Hər şeyi sən bilirsən. Hər nə mənə elmidən soğuşsan, səndən sən deyirsən. Sərfidən, nəhvidən, fikirdən, hamısından başlayırsan, bülbül kimin deyirsən. Amma elə ki soğuşuram, sən kimsən? Orada dayandırsan. Dəsə, ora yetişənmirsən. Deyim, mən onu açdım. Yəni, Mevlana deyir, Şəms gəldi, onunla mənə açdı. Açdı ki, mən kiməm? Ona görə siz baxırsınız, görürsünüz ki, Şəms divanında Mevlana deyir ki, Müsəlmanan, mərə Türkiyist yağmayı. Burada həman o dildən, Pur Əzhəri yaxşı şar elədi ki, oradan gəldi. Niyə dil? Axı dil bir dənə tərsə düşüncə var, dillə bağlı. O budur ki, deyir, baba danışır da, nə türk fars deyilən, pan-türküsən sən. Bunlar deməcnən, bunlar tərh eləməcnən. Farsı danışan. Ay, məsələn, Ustad Ələm tərcüməsinin İngilisi oxuyurdu, məsələn, deyilən məsələn. Baba, bu
dildir də, mühümdür. Yox. Dil təkcə transport deyil, kəlmələri daşımaq üçün deyil. Dil düşüncə yaradır. Dil usturə yaradır. Dil aşpazxanadır. Orada bütün fikirlər orada pişir. Bizim camiə yoxumuzdur. Zəban camiə var. İqtisad yoxumuzdur. Zəban iqtisad var. Elm yoxumuzdur. Zəban elm var. Fəlsəfə yoxumuzdur. Zəban fəlsəfə var. Və insan yoxumuzdur. Zəban insan var. Hansı dil ondan danışır? Axı dil düşüncəni daşıyır ondan. Ona görə məndən soruşurlar ki, bir sən bir belə yazısan, o fəlsəfədən, hikmətdən, irfandan hara qeydisən, hara baxısan. Mən deyirəm, mən məsələn İbn Xəldundan dərs almışam. İbn Xəldun nə mənədir? İbn Xəldun deyir, coğrafiya insanın düşünməsində təsiri var. Onlar ki, isti yerdə yaşayırlar, bir cür düşünürlər. Onlar ki, soğuk yerdə yaşayırlar, bir cür düşünürlər. Musiqilər də fərqli. Soğuk yerdə yaşayanın alat-ı musiqiləri çox ağır, təb, o, dəf, o, neyo filan ki, o qədər zıp-bazıp vurarlar, tabi yerdən durayağı oynayır. Və isti yerdə elə yalandan tap-tap gəncə bu durur, neyini oynayır. Pəs coğrafiya, düşüncəyə neyini təsir bağışlayır. Hansı coğrafiyada yaşayırıq? Və bu dil demək olar ki, gəlir Mevlana'ya ölçədir və Mevlana ona görə deyir ki, nə mənədir? Rəha kon hərf hindû ra, bebin turkan məni ra. Bir dənə böyük bölmə yer aldır. Elə Məsnəvidə də var, Şəms divanında da var. Deyir, iki cürə düşünmək var. Bir türkü düşünməkdir, bir hindi düşünməkdir. O zaman hindi düşünmək. O filin nağlında da hindini gətirir, ayrı yerlərdə də gətirir. Onun hamısı nemadla gətirir. Nizamı da bu cür gətirir. Yəni, istəyir nə desin? Deyir ki, düşüncələri bölməkdə bir dənə türkü düşünmək var, bir dənə hindi düşünmək var. Çünki coğrafiyalar bundan fərqlidir. Baxız, rəha kon hərf hindû ra, bebin turkan məni ra. Mən an turkəm ki hindû ra nemidanəm. Bunlar Şəms yarandı bunda. Təbrizdən gedibdir. Hüviyyət apar buna, kimlik bağışlayıb. Sən əvvəl bilməlisən ki, sən burada türksən, dinin də sənin İslamdır, tarixin filan tarixə sahibsən və filan coğrafiyaya və bu da sənin kültürdən. Be Türk tərk ovlatər siyah rüyanı hindura ki Türkan rast cambazi و hindû rast lalayı bölür. Yəni, əgər biz bu irfani məktəbləri, ədəbi məktəbləri iki yerə bölsək ki, türkü və hindi heç vaxt iştibah eləməmişik. Axı, türkü irfanda biz Məsnəvini oxuyuruq. Siz baxın, görün, tariximizdə bizim ariflərimiz olur. Məsələn, əxilər xoydan qalxdılar da. Bunlar hər iş gördülər. Özlərinin sufalgərləri var idi, ariflər, hamısı şuğlu sahabidilər. Eyni halda nəmənədə zülmün əleyhinə qılış çəkirdilər. Təbrizin özündə hurufiyələr ki, bir irfanın bir şaxələrindəndirlər, zülmün əleyhinə bunlar mübarizə edirlər. Vəli xub, siz təsəvvüf-i hindidə nə mənə görürsünüz? Tərəf kəşf-i qabəlinə dilənir. Bundan onun fərqi var. Orada təali nəfsi vardır, burada təhqir nəfsi vardır. Geyb inəyin fuzulatının altında oturub nirvanaya çatsın. Bundan o bir yerə qoymalıyıq. Kabalayı, Yahudi ilə, Krishnamurti ilə, Osho ilə, məgər Xacə Əhməd Yəsəvini bir yerə qoymaqlar. Bu insanlar çox fərqlidirlər bir-birləri. Hər halda, beytlərdən icazə verin, biraz da oxuyaq gedək qabağa. Yox, deyir ki, گرمتر شد مرد زان منعش که کرد گرمتر گردد همی از من مرد الانسانı hərisun ələ mamuneydə ona işarəsidir. Kişi qızğınlaşdı bu sözdən vəli verməmək qızğınladar eylər dəli. گفت ای موسی چو نور تو بتاف هرچه چیزی بود چیزی از تو یافت. Dedi ey Musa, göründü ta nurun, dırnaq oldu hamıdan açdı düyün. Mərmərə məhrum kərdən zin murad, layiq lütfət nəbaşəd ey cəvad.
arzımın gəl üstünə qoyma ayaq, çün qızırqanmaq kərimdəndir uzaq. این زمان قائم مقام حق تویی، یأس باشد گر مرا مانع şəvi. Yalvarır da buna ki, dili sən mənə öyrətçinə. Yer üzündə sənsən haqqın tigməsi, qıyma olsun arzımın səssiz səsi. گفت موسی یا رب این مرد سلیم، سخره کردستش مگر دیو رجیم. Dedi Musa, Allaha bu çal kişi qamaşır, bax gör nəyə ya Rəbb dişi, dişi nəyə qamaşır, nə istəyir? گر بیاموزم زیانکارش بود، ور نیاموزم دلش بد می شود. Əgər öyrətsəm edər ömrün yalan, könlünü öyrətməsəm eylər talan. حق dedi Musaya kim? گفت ای موسی بیاموزش که ما رد نکردیم از کرم هرگز dua. Öyrətçinə de. حق dedi Musaya kim? Ver istəyin əlini qaytarmarıq heç kimsənin. گفت یا رب او پشیمانی خرد، دست خاید جامه ها را بردرد. Söylədi ya Rəbb olar kör peşman o acınar, acınar yəni qəmə batar, acınar sonra qapar həsrətdən hu qapbaq yəni od qapbaq, həsrətdən oda düşər. نیست قدرت هر کسی را sazvar. Bu da o Məsnəvinin ağır düşünməli beytlərindəndir. Qüdrəti kimə verəcək? نیست قدرت هر کسی را سازوار، عجز بهتر مایه پرهیزگار. فقر از این رو فخر آمد جاودان، که به تقوی ماند دست نارسان. زان قنا و زان غنی یا زان قنا و زان غنی مردود شد، که ز قدرت صبرها بدرود شد. Teori qüdrətdir da burada. Teori qüdrəti Mevlana gətirir ki, kimə verməlisən? Axı bir dənə məst insan əlinə qılış verərlər. Kefliyin əlinə qılıncı versən nə inir? Biz təhcə Mevlana deyil. Çünki bunlar bir keyf mütəfəkkirlər və düşünərlərdirlər ki, bunlar deyirlər ki, biz qüdrəti hikmətlə ipə sapa gətirə bilərik. Təhcə hikmət eləyə bilər qüdrəti ipə sapa gətirsin. Ona görə elə Farabi məsələn özünə baxanda Mədini Fazilə kitabında, Əs-Siyasatul Mədəniyyə kitabında ki, mən əxirən tərcümə elədim və mücəvviz alınıbdır və gedəcəkdir çapa. Orada baxanda görürsünüz ki, Farabi deyir ki, qüdrət əvvələn rəisdən adapar. Deyir ki, Peyğəmbərdən sonra İslam aləminə bir dənə rəis ehtiyacdır. Birinci rəis ki, Peyğəmbərdir, ondan sonra hamısı ikinci rəisdirlər. Əslən, təbiri xəlifədən, validən, velayətdən, zəamətdən, heç birindən işlətmir. Rəis. Yəni o ki, başda durub, neynir? İşləpa qabağa. Yox. Orada deyir ki, bu rəis kim olmalıdır? Deyir, bu rəisin ən birinci xəsləti odur ki, bu gəl həkim olar. Hikmət bilə. Çünki hikmət bilməsə, orada o qabiliyyətə əl tapanmayacaqdır. İkincisi budur ki, bu adam törə bilməlidir. Yəni, yiğit ölər, törə qalar. O dədə babanın rəsmlərindən, harada bunlar ayaq qoyublar, onlardan gərək bu bilməlidir. Və demək olar ki, çox cürətli olmalıdır. Ağır xitabəyə sahib olmalıdır. 4-5 dənə bu xislətləri ki, sayır. Və bir dənə əslində budur ki, bu insanın bədəni gərək salim olar. Yəni, rəisin bədəni gərək salim olar. Eləyə bilər, yaxçı ata minə, yaxçı eləyə bilər,
ox atsın. Və bundan eləyir orada Farabi sayır. Mevlana da burada gətirəndə gətirir nə eləyir? Deyir ki, fəqr. Fəqr nə bir mənayı bu ki, kasıblıq. Yox. Burada budur ki, sən öz varlığın ki vardı, o aləmi təkəbbürdən yenirsən aşağıya, deyirsən ki, məni gəlin nəqd edin da. Nəqd edin. Fəqr mənası budur. Sən icazə verəsən ki, özgələr səni nəqd eləyə bilərlər. Mənay fəqr budur. Müasir, modern mənasında. Fəqr o da ki, fəqr ola bilər ki, bir insan ac olar, sus olar, bunu məsələn gələsən deyəsən, sən imandan danışırsan, dindən danışırsan, qüdrətdən danışırsan, mənası o dəyər. Xob, fəqr budur ki, sən icazə versən rəsanələr, mətbuat və bu yeni aləmdə səni rahat nəqd eləsinlər. Fəqr az in ru fəxr amad cavdan. Buna görə bu nəqd fəxrli bir şeydir. Çünki niyə? Bu təqvaya yaxınladır. Nəqd səni təmizləyir də. Nəqd olmasa, sən qalmalısan bir yerdə və iylənməlidir insan. O ki, onu təmizləyir, demək olar, nəqd edir. Axır hər qursaq götürməz qüdrəti, fəqr ilə xoşdur bəzənsin müttəqi. Sarı yağı it qursağında, it dərisində saxlamazlar. Qabiliyyət lazımdır qüdrətə. O dəri ki, onu saxlayacaqdır, nə mənədir? Hikmətdir və nəqdidir və nəqdi qəbul eləməkdir. Fəqr oldu bundan ötəri, sevməli, yoxsulun üçün təqvadan qobbaz əli. Buna xatir tapdanır varlılıq, çünki qüdrətlə çıxır əldən qılıq. Qüdrətlə əldən qılıq çıxır. آدمی را عجز و فقر آمد امان از بلای نفس پرحرص و غمان ay nə xoşdur daşımaq fəqrin yükün lətəçin yəni ləim yəni dargöz insan lətəçin həm ittamah bu nəfs üçün az bəlay nəfs پرحرص و غمان آن غم آمد زارزوهای فضول که بدان خو کردستان سید غول. Bu dayaz boş arzulardır qəm doğan. Sinişdiribdir lik ona sarsaxlayan. Arzuy gel بود gelxare را gül şeker nəqvaradan biçare را. Palçıq yiyənin arzusu palçıq əl tapmaqdır. Arzular torpaq yiyənlər torpağı, şəkkəri, qəndi götürməz qursağı. Xub, mən fikirəm ki, Ay Çavuşyan, bura kimin bu qədər əbiyyat kifayət elər, 32-85-ə kimin gəldik. Sonradan ayrı bir, elə bu nağılın içində o mövzu neynir, davam edir. Mən icazə versəz burada nağılınla bağlı neçə dəqiqə vaxtımız var ayı? 3-4 dəqiqə vaxtımız. Ərz edeyim xidmətinizə ki, baxırsınız bu nağılda bir insan var ki, gedir Musaya yalvarır ki, mənə dili öyrət. Yəni dil öyrət. Bu dilin fəlsəfəsindən biz danışmalıyıq da. Görək ki, bu dil nə deməkdir? Mən o ayə ki var Qur'anda ki buyurur ki və əlləməl adəməl əsmaə kolləha, yəni o yerdə ki Bəqərə surəsində ki Allah buyurur ki mən istəyirəm insan yaraldam və mələklər buna etiraza qalxır və deyir ki olmuyor bir şey yaraldırsan ki qan tökəcək və fəsad eləyəcəkdir filan. Deyir ki yox, mən bir şeylər bilirəm ki sizlər bilmişsiniz. Dalısında elə bayən gətirir ki, əlləməl adəməl əsmaə kolləha. Bu ismləri buna öyrədir. Bu ismlər nə deməkdir? Yəni orada. Mən fikirəm elə o dildir der vaqa. Yəni Həzrəti Adəmə deyir ki, çünki bunlar müsəmmanı bilirdilər də. Məsələn bu müsəmmadır da. Bu der vaqa bu miz
tam miz deməmişik, müsəmmadır. Vəli vaxtı miz dedik, bu oldu esmi. Buna esm ad qoyduq. Bilirsiniz, esm ərəbdə vəsmədən gəlir. Vəsmə yəni dağdır. Yəni, davarlar ki, o zaman heyvanlar ki, dağlayardılar ki, bunlar tanınsınlar hər kəs, ona vəsmə deyərdilər. Yəni, der vaqa dağlayır. Yəni, biz bu dillə özümüzü dağlayırıq, fərqləşdiririk, təfərruq qazanırıq. Niyə təfərruq? Bizə deyirlər ki, gənə sən təfrəqədən danışırsan, Türk-Fars davası sarırsız filan edirsiniz. Baba, təfrəqə çox pisdir. Əslən, təfrəqədən gəh danışma. Vəli təfərruqdan gəh danışaq, təfərruq çox gözəldir. Niyə? Axı, təfərruq buna görə gözəldir ki, təfərruq istehqaq yaradaraq. Yəni, ta zamanı ki, bir millət düşünməyə ki, mənim fərqim var o birisi millətlərinə. O birisi millətlərinə istehqaq yaranmaz. Yoxsa ki, istehqaq yaranmasa, hamını eləyə bilər, qoyun kimi sürələ qabaqlarında, hamınız elə bir düşünəcəksiniz, hamınız bir fikirləşəcəksiniz, bir gün hamı nahara Təbriz küftəsi yiyəcəkdir, hamı bu paltarı giyəcəkdir. Ola bilməz. Təfərruq məbnai hüquqi istehqaqdır ki, bu istehqaqla biz eləyə bilirik, müxtəlif hüquqlar ələ gətirək. Müxtəlif həqləri biz qazanaq. Yaxçı. Pəs, burada gəlir nə mənə deyir? Burada deyir ki, və calibi budur ki, Rum surəsində 22-ci ayədə Allah Teala buyurur ki, və min ayatihi xalqus semavat vəl ərz və ixtilafu əlsinətikum və əlvanikum. Dillərin fərqli olması və insanların dərlərinin fərqli rəhdə olmasını mən bir ayə bilmişəm. Ayədir, buna görə inanasınız. Əslən, mən tənəvvü istəyirəm, yek dəst olmaqla mənim əslən aram yoxdur. Yoxsa mən eləyə bilərdim, təhcə bir dənə portağal ağacı yaratdım. Təhcə eləyə bilərdim, xurma ağacı yaratdım. Bu aləm bağdır və o qədər bunun içində tənəvvü vardır ki, gərə dərisi də var, yəni həmən siyah postu da var, sorğ postu da var, ağ dərisi də vardır, müxtəlif dillərdə danışanı da vardır. Və bunu özü bir dənə nə mənədir, ayə bilibdir və deyib, bunu rəsmiyyətə tanıyırsınız. Əgər siz rəsmiyyətə tanımasanız nə olacaq? Ayənin qabağında durursunuz da, qarşısındasınız. Yəni elə Allahın üstündə qılış çəkibsiniz. Və min ayatihi xalqus semavat vəl ərz və ixtilafu əlsinətikum və əlvanikum. Calibdir, mən məsələn Quranda baxırdım ki, Quranda sən nəcət vardı, ırqıçılıq, bir belə bunlar danışırlar. Gördüm ki, Quran əslən ırqıçılığa girmir, nəcəda girmir. Sonra baxdıq, gördük ki, baba, yeni elmidə sən nəcadı rədd ediblər. Biləsən, nəcət yoxmuzdur. İnsanların fərqləri nədədir? Fərqləri dərilərindədir. Biri ağ dəri, biri qərə dəri, ondan sonra yaxçı, sarı dərilər. Bunlardılar fərqləri, bir xatırı coğrafiyanın ab-havası, bir də bunların düşünmələrindədir. Yaxçı. Xob, bu dillə bağlı görürsünüz ki, Həzrət Əli də buyurur ki, Əl-mər'u məxbuun təhtə lisanı. İnsanın insanlığı onun dilin altında gizlənir. Danış, tanın, təkəlləm to'ra. Bu dildədir. Və calibi budur ki, Mevlana da bunu götürübdür. Adəmi məxfiyist در زیر زبان این زبان پرده است بر درگاه جان چون که بادی پرده را در هم کشید سر صحنه کانی شد بر ما پدید کندران خانه گوهر یا گندم است گنج زر یا جمله ما رو کژدم است. Və Mevlana gətirdi, dildən deyir. Dil parçalayar, nöqtə ha çون تیغ پولاد است تیز چون نداری تو سپر واپس گریز. Yaxınlaşmaq da buna çox çətindir. Siz baxsaz, qərb fəlsəfəsində, bir də məsələn Heideggerin düşüncələrinə də baxsaz, Heidegger həsdini dazayini gətirir. Və o dazayini gətirir dildə yer alır. Ki, varlıq, yəni dil. Və bunlar, qərb fəlsəfəsində bunlar buna yetişiblər ki, bütün varlıqlarını dildə alsınlar öz fəlsəfələrində, öz dildə. Milli məsihiyyətə çatıblar, milli fəlsəfələrinə çatıblar, hezbi qurublar, demokrat məsihi. Məsih Filistində anadan olubdur, Meksikli ona sahib durur. Biz deyək ki, Həzrət Muhammed ərəblərinkidir də, biz niyə görək məsələn, o din ona layiq. Baba, get gör məsələn qərb dünyasında nə xəbər var, bunlar nə ittifaqlar düşübdür. Trump kimi nədən keşiş paltayı geyir. Yəni, mənə bunlar. Yəni, mən bütün bu siyasətə mən
yeni bir düzen bağışlamalıyam və bu Məsihiyyəti yeni bir düşüncə ilə meydana gətirməliyəm. 12 sinində öz uşaqlarını basırlar kilisədə bütün İncili oxumağa. Bizi gəldik ki, 18 yaşında şimdi uşaqlarınıza din öyrətməyəsiniz, İslam öyrətməyəcək. Belə şey olur. İslam bizim kimliyimizin bir parçasıdır. Biz İslamdan ki, məna aləmidir, iman aləmidir. Əgər yensək aşağıya, elə bədənimizin yarı parçasını kəsmişik, yarısı ilə geçmişik meydana, onunla savaşa giririk, onunla danışmağa mücadiləyə girir. Amma hansı İslam? Gene soruşasın. Necə ki, Mevlana soruşur. Mevlana'dan soruşanda bir dənə deyir ki, hər nəyə soruşanda Mevlana deyir, hansı? İman, hansı iman? İslam, hansı İslam? Kufr, hansı kufr? Yəni, hər şey siz bundan soruşanda bu istəyir bölsün. Ona görə bir şubi İslam var, bir dənə də ki, gerçək və vaqi İslam var. O İslam ki, ələn Ərəb dövlətlərində siz baxsınız, Türk dünyasından görürsünüz ki, bütün modern dünya ilə barışıblar, təbiətlərini qoruyublar, iqtisadlarına vüsət veriblər. Bu İslamdır. Bu İslamdır ki, bunların qabaqlarında nə tənha mane yaratmayıbdır, bəlkə bunları uçuşa və qaşmağa və modernləşdirməyə dəvət edir. Şubi İslam əlbəttə bir dənə şeytani və bir dənə tağuti, bir dənə İslam ki, qərb dünyasından kardəsti olaraq təhvil verilir, puç olunur və bir dənə böyüklərin risaləti bu şubi İslamın budur ki, bizi İslamdan çıxasın. Yəni, bir dənə bədəllə gəlib, elə məsələn, təğəllubu dava ilə gəlib, səni o əsli davadan məhrum edir. Bir dənə böyüklərin risaləti və vəzifəsi budur. Təhrif eləmək, Qur'ana ayrı cür baxmaq, Allaha ayrı cür baxmaq, yeni bir dükan açmaqlar bu şubiyə İslamın demək olar risalətlərindən və vəzifələrindəndir. Biz buna qarşı durub və bunu neynəməliyik? Qabağında dayanmalıyıq. Bir cümlədə mən icazə versəz qutarayım, çəşir. Baxız, məsələn, bu İslamın gözəlliyində bir dənə fihi mafihdə nağıl vardır. Deyir ki, Peyğəmbər savaşdan gəlirdi, istəyirdi girə şəhərin içinə, ordunun qabağında dedi ki, girməyin, dayanın. Dedilər, niyə? Dedi, buna görə ki, siz mümkündür, girəsiz şəhərə, görəsiz xanımlarınız ayrı kişilərlə oturub müanisət və müaşirət eləyirlər. Qalın şəhərdə, şəhərdən eşdə, bir gün təbli çalınsın, çünki çoxdandır savaşdasınız. Girsəz ələn şəhərin içinə, evdə bu vəziyyəti görsəz, böyük bir dənə fitnə qalxacaqdır. Buna görə dayanın, ta xəbər yetişsin şəhərə, hamı şəhərdə özünü neynəsin, cəmucur eləsin. Deyir, səhabələrin bir dənəsi orada deyib, Peyğəmbərin sözünə baxmır, girir şəhərə və o dediyini görür və oradan neynəyir? Bir dənə ağır, bir dənə fitnə qopur. Çox xoşluram ki, sözün axırını 2 dənə beytlə qurtaram. Deyir ki, könül aşıqı sən, dolan, yorulma, hey başına, ayağına vətənin. Bu cənnətdən qeyri yana vurulma, issi qucağına vətənin. Ata yolu saxlayar mı hər oğul? Öz yurdunun qurbanıdır nər oğul. O bir ana, mən də ona bir oğul, sığınıb qucağına vətənin. Sağ olasın. Aydın, çok sağ olasınız. Məmnunum sizdən. Çok aynı Necdet Kasım'ın. Adət verir ki, məzhəbə yaxınlaşmasınlar. Bu indi dünya buna yetişirdi ki, bu bir daha sənmədi. Mən 18 yaşında da qəbulum yoxdur. Niyə? Bir xatir ki, mövzu əsli din təhqiqdir. O 3 dənə əsli ki, biz ondan dindar olmaq, bu təhqiqdən dünyaya gəlir. Bu insanın 18 yaşında da imkanı yoxdur. Bu gələ təhqiq ilə gələ qabağa, o zaman ki, bir şey düşündü, özündən çıxdı, olan müsəlman ya Allah əlləmən olursun. Burada diqqət edin, biz haqqımız yoxdur. Bu dünya görsədir ki,
Əgər uşaqlarımızı yalandan dindar edirik, zorla mənxasdə, bu propagandadan sonra bir şey deyil. Salam edirəm əzizləri. Təşəkkür sizdən Cəvahir Şübhəli və o əzizlərdən ki, artıq açıqlama verdilər. Mən özüm adətə bu təmaşalar ki, buyurdu və Türk düşüncəsini, Türk dilini deyəndə özlüğümdə bir Türk olduğumda özümə qərarlarından maraqlanıram ki, mən bu fərhəngin sahibi, köklünün bu fərhəngin sahibiyəm. Amma davasında ki, gəlirik bu düşüncəni, bu fəhmi, O ammanı demədən. Yox. Bu mərhələsi buna sönə həmən dedik ki, bu ərbab bu dili öyrəşməkdən, qudrətə özünə sahib istifadə eləməkdə mənim ürəyim düşünür, nigaran oluram ki, mən istəyəm öz dilimi, öz dilimə sahib olmağa görə özlərdən özümü üstün görək. Dərhal ki, Quran özü deyir və cəalnâkum və xələqnâkum zəkərullah. Onun sahib və cəalnâ şuubən litəarifu və axirdə ində əkrəməkum indəllah ətqakum. Yəni, o şuubun ki, varlığım olsun, hüviyyətim olsun, o düşüncəmə köməklik eləməkdə mənə yaxçıdır. Amma o ki, mən istəyəm özümü o hissələrdən, bunu qudrət bilən hissələrə alçaqlayan, o biraz nigaran konanlar həmən bu model ki, gəlir buna düşür. Biz əgər baxsaq da, indi məsələn, model dünyada büyünləmə informatikdə, düşüncədə bizdən qabaqdır. Bəzi məsələlər, məsələn, Hindistan qabaqdır, bəzisində İran qabaqdır, Türk qabaqdır və bu həmən o şuubən, o düşüncələr ki, şayət bəzi düşüncələr ki, qovlu tədilsiz elə coğrafiyə itibar edib qəşək düşüncə olsun. Bəziləri o coğrafiyə icab eləmən, öz işləmlər dünyasında mən bir seri qonaq idim, uşaqlar dedi, baba, sizin bu Azərbaycanın havasında nə var, riyaziyyatda ucurdular. Və bizdən üstün Rus tərəfində gedəndə, məsələn, ustadlar, onlar gediblər 40 gün, 50 gün, eyni bizim işlər ki, riyaziyyat çəkili oxuyur, bir məsələnin üstündə işləyiklər, çoxlu anlamlar əldə gətiriklər. Yəni, əsas da olsun ki, bizdə bu düşüncə, bu dil ki, bizə verilir, qudrət mənisində tutmayın, sağ olun. Selamlar yine dostlarım hamısına da cevap verdi belki. Hayır. Hep. Biri dəfədə ki, oxuyan nə mənə götürür? Mən Bismillahirrahmanirrahim Bismillahirrahmanirrahim mən deyirəm, rəhm eləyəndir bu dünyada kafir o axirət Fələmmə bəndəyə həqil o, tazalıqda feydəqlarını şəhr edər bu nəticə yaptı, Bismillahirrahmanirrahim yəni Allah rəhm edər insanlara dəlilli və dəlilsiz bərdaşdır, mənim bərdaşdımdır. Əgər mütkəndirsə nə də qəbul? Yox, mütkən dəlil qoyun özümdə var. Bütün. Məsnəvidə qudrəti bəli. Əgər Moğləvinin nəzərində axtarsaydıq bəli, qəza o qədəri. Vəlumma, demişsən də, mühəssis, yaxı, bu yəndə bir söz deyir ki, mənim nəzərimdə bu xilafı, adət və xilafı verməyəcək. Və amma ayı mətin, əgər biz İslami qəraət-i Məsihiyyə, Nəskuriyyə, nokta olub təqdir. Əgər biz Protestanın oxusaq, olacaq bir növi dözmü şəriyyəti. Əgər biz demək ola bilər, klasik baxışının olsa olacaq xalqdır. İslami, Məsihiyyə, klasiklə oxusaq olacaq xalqdır. Şunların hamısı pisdir. Xeyr, dedi hamısı baxın, pis, odur ki, deyirik pisdir. Pis, odur ki, deyirik pisdir. O pis özü pisdir. Nəinki olan hamısı pisdir. Baxışların hamısı bu sistemdir. Yox deyil. Və pis demək ola bilər, odur ki, mənə zərədir. Məni danır, məni inkar edir. Məsih olsa, məni dansa, İsa pisdir. Yahud olub, məni dansa, məncə Musa pisdir. Və onun faydadır.
məni dana, nəinki məni deyirlər. Vəqti canı mütbeysən oldu. Və İslam-ı Türk'ü ki deyir, əgər İslam-ı Türk ənənəsinin baxışı ilə, sınıfının baxışı ilə baxsa, xud olacaq Mevləvi. Mevləvi də hamısı yox, bir qismət. Mevləvi neçə zəmbəli. Biri də bu sizin. Və amma siz ki buyurdunuz, dil qudrət deyil. Dil düşüncənin evi. Haydiger deyil, dil düşüncənin evidir. Dil qudrət deyil. Dil qudrət də gətirmir. Və amma dil qudrətlərə yardım olur. Dil qudrətlərə yön verir. Dil qudrətləri gərnəşləndirir. Əgər dil gələ, xidmət və hesab edənən nəcət xərəsdir, üstüncülük olar. Lütfedən, və üstüncülük məsiliyyət olar, İslamda olar, Yahud olar, Farsda olar, Rusda olar, dil bunları xidmət olar. Və amma əgər bir millətin hüviyyətidir, bunun şükufalıqıdır, gəlişməsidir, həqiqətində getəbdirsə o ödür. Sağ olduğunu görür. Adətdir, mənə deyir, dərs ana başlaması yadlansız bıraxacaq, başlaması problem. همیشه oturur. Siz həmişə bir dana ki, mən qoy bunu deyirəm, bir dana bilməm əda tapısınız, həmişə axirdə etiraz edirsiniz, buydan bizdən həvəsat edirsiniz. Əslən, heç vaxt yoxdur. Vaxtında vaxt adam vaxtdır. Vaxt qutarandan sonra ərzı qoyulsunuz. Özü də bundan kiləyini yeyirsiniz. Heç o haqqınız yoxdur bizdə. Bu tərəfdə də heç yaxın haqqı yoxdur. Həmişə bundan tələbkar yeyirsiniz. Ya gəlməyin söyünüzsünüz, gəlirsin, qəvaid bazını rahat edirsiniz. Buyurun. Buyurun. من اتفاق نقدهایی که شد همه‌شون به نظر من نقدهای عالمانه‌ای بودن. ضمن اینکه این نقدها و اینها رو تایید کنم، دو سه تا نکته بود که می‌خواستم عرض بکنم. یکی در بحث آیدنتیفایی که شما گفتید و 5 مورد رو گفتید، حالا من بیشتر می‌خوام پشتیبانی بکنم از نظرات شما، اینکه یافته‌های خودم هم این بوده. اون 5 موردی که گفتید در شکل دادن به معرفت بشری دخیل هست، یعنی نهایتش میشه معرفت بشری. حتی اگر در دیدگاه‌های سنتی هم من جمله‌ای رو مثلا 20 سال پیش شنیدم که تحقیق وقتی می‌خواد توصیف صادر بکنه، این که در یک منطقه مثلا خشک مثل سیستان باشه یا یک منطقه پرآب باشه، در طهارت 3 بار آب بریزه یا یه بار آب بریزه، اون جغرافیاش تاثیر داره. این میشه در معرفت بشری. دومیش بحثی که اون آیه‌ای که از سوره بقره گفتید که اتفاقاً جزء مطالعات اخیر خود من هست، دوباره زبان در قرآن تاکید شده. یکیش اونجا هست که شما گفتید، دو مورد دیگر هم من خدمتتون حالا میگم. یکی سوره الرحمن، جایی که دقیقاً حرف از علم میزنه، علمه البیان میگه، یعنی اونجا بیان در واقع در اون حالا چیزی که خداوند علمی نامه اثر داره. یکی هم تو سوره باز علق، اونجایی که میگه علمه بالقلم، دوباره قلم هم آن چیزی که مینویسه به زبان ربط داره. و یا مثلا اونجایی که میگه ما قرآن رو عربی نازل کردیم، اگر قرآن عربی نازل نمیشد این قرآن نمیشد، چیز دیگری میشد و سیر دیگری رو میگه. زبان خیلی مهمه، اینو می‌خواستم تاکید بکنم. و یکی هم اون بحث تفرق که من تو این جلسات با خیلی ها که خصوصی صحبت کردم اینو گفتم. اصلا یه آیه رو شما گفتید، یه آیه رو من اضافه میکنم. اونجایی که میگه ما شما رو متعدد چیز کردیم، حالا من نقل مضمون میکنم، متعدد و اگر میخواستیم همتون رو امت واحده میکردیم، خودمون خواستیم، یعنی صراحت داره آیه که اصلا میخواستیم که متفرق باشید، میخواستیم که چندگانه باشید. ببخشید. تشکر میکنم. آره وقتی میگفتید حتی من رو دوباره واقعی من نداره yetişmedi. Kaç etsem ben de son o tarafta da 5-6'lar görürüz, sokaklarda yuvanmışsınız. Nihayeten 5'ler gezem baklarında. نه
من مصنوی‌دن اجازه می‌خواستم جواب بدم. نهایتاً خوبه. ای حریفان بت موزون خود، من قدح‌ها می‌خورم از خون خود. ای جفایت ز راحت خوب‌تر و انتقامت ز جان محبوب‌تر. ماتمت این است سورت چون بود، نارت این است نورت چون بود. نالم و ترسم که او باور کند، از کرم این جور را کمتر کند. عاشقم بر قهر و بر لطفش به جد، بوالعجب من عاشق این هر دو ضد. این نه بلبل این نهنگ آتشی است، ناخوشی‌های عشق او را خوشی است. بند کن چون سیل سیلانی کند، ورنه رسوایی و ویرانی کند. من چه غم دارم که ویرانی بود، زیر ویران گنج سلطانی بود. من چو لب گویم لب دریا بود، من چو لا گویم مراد لا بود. من ز شیرینی نشینم رو ترش، من ز بسیاری گفتارم خموش. تا که شیرینی ما در دو جهان، در حجاب رو ترش باشد نهان. نجر دوخیا بزن عرض edeyim خدمت size ki من چو لب گویم لب دریا بود. Burada yani bizlere fikir lazımdır da. Biz tüh deyəndə əqlaniyyət Türkiyə ki, bir dənə rəhyaft tarixi neçə min ildə ələ gəlibdir, ondan danışırıq. Yaxşı ki, o əqlaniyyətin bir dənə neçə dənə müəllifələri vardı. Yəni bir dənə məsələn, bəli, hər türkü türk deyir. Pəs hansı türk türkdür? O ki, o əqlaniyyət tarixiyə ki, müsəllət olub və ələ gətiribdir, biz onun adını qoyuruq در واقع türk, yaxşı. Necə ki, ərəbdə də bu cürdür. Bir də, məsələn, ərəbdə az çalışmayıblar. Doktor Həsən Hənəfi, Raşid Əl-Qunuşi, Muhammed Arko, Nəsr Hamid Əbuzey, bunlar hamısı əqli ərəbidən danışıblar. Əqlaniyyət ərəbi. Genç kitablarına baxın görün. Yəni, bütün çalışmalar bundan bu olub ki, ərəb dünyasında bizim bir dənə əqlaniyyətimiz var. Bu əqlaniyyət münhəsir edər ərəblərdirlər. Ərəblər buna yetişiblər. Müəllifələr var. Yaxşı. Necə ki, Ruslar da bu cürdür, Almanlar da bu cürdür, Hindilər də bu cürdürlər. Bu əqlaniyyətdə gətiriblər, nimatlarında da görsədiblər. Məsələn, Ruslar deyirlər ki, bunların nimatları ayıdır. Niyə gəlib yetişiblər ayıya? Ya məsələn, filan hezb gəlib yetişibdir, bir də məsələn, gövərçinə filan azada. Günə yetişibdir. Niyə gəlib yetişibdir? Yəni, burada söz budur ki, bunlar o tarixi rəhyaftıda, o əqlaniyyətə yetişiblər. O əqlaniyyətin o təbəlvuru və təcəllisi gəlib nimatlarda, damğalarda özün görsədir. Xub, indi siz məndən soruşa bilərsiniz ki, bu türkün əqlaniyyətində nə var? Mən deyəcəm ki, bəli, neçədən müəllifələr vardır. O tarix bu, bunu əl tapıblar. Ən birincisi budur ki, bunlar etidaləndiş olublar. Yəni, ifrat, təfsirdən uzaq olublar. Həmişə də böyüklərin unsur işi yuxarıda görüblər, ədalət olubdur. Yəni, ədalətin qabağında zülmü tərifləyiblər və bu ədalətlə eləyə biliblər, həm hökumətləri ölçsünlər, həm eləyə biliblər dinləri ölçsünlər, həm eləyə biliblər insanları ölçsünlər. Yəni, onun üstündə sən şuxluq yoxumuzdur, var. Onun üstündə şuxluq yox. Yəni, ədalət Ummul Fəzaildir və bu əqlaniyyətə bu neyniyibdir? Çatıbdır və mən bunu eləyə bilərəm, kulli misallar vuram. Məsələn, baxsaz, Dövlət-i Turkan ço بلندی گرفت kim deyir bunu? Nizami deyir. Dövlət-i Turkan ço بلندی گرفت məmləkət az dad pəsəndi گرفت. Bu rəhyatı tarixidən danışır. Bu yan deyir ki, ağa, məsələn, Sultan Səncər gəlibdir, ədaləti bərpa eləyibdir burada. Alparslan gəlibdir, ədaləti bərpa eləyibdir. Sultan Məhəmməd Fatih o zaman ki, gəldi, Qüstəntəniyyəni fəth elədi, bir dənə təxəllüf eləmişdi. Qazi bunun əlini qoydu ora Sultan Məhəmməd Fatihin, dedi ki, sənin əlin kəsilə buradan. Sultan Məhəmməd Fatih xəl oldu. Muhammed gəldi, əlini qoydu ora. Tərəf Məsihi idi, orada onun günahından geçdi və neynədi? Və bu cür ədalətə bunlar boyun qoydular. Xub, bu əvvəl. İkincisi nə mənə? İkincisi təsahül və təsamuhdur. Baxız, təsahül və təsamuh masonu mənisində də. Təsahül və təsamuh masonidə haqqı batil yoxdur. Haqqı batil yoxdur. Deyir, nə haqqı, nə batil. Təsahül və təsamuh. Vəli təsahül və təsamuhi ki, əqlaniyyət türküdə vardır və mənayı budur ki, özgə dinlərə, özgə dillərə və özgə düşüncələrə sən yol verməlisən. Ona görə bütün türklərin hakimiyyətləri laik olubdur tüvlü tarixdə.
Bunlar sən dini hökumət qurmayıblar. Pəs nəcür olubdur. Oxrəvişlər tapışıblar xəlifəyə, özləri səltənət ediblər. Sultandan möhür alıblar. Sultan Mahmud Qəznəvi, Sultan Toğrul gəliblər, dünya işlərini bunlar idarə ediblər. Niyə laik? Niyə laik? Buna görə ki, laiklik bütün çeşitli düşüncələrə eşit məsafəni qorumaqdır. Yəni nə mənə? Yəni bu ki, sən əgər hakimiyyət ağnasa bir dənə düşüncənin üstünə, yəni bir dənə düşüncəyə dəstək versə, ədalətdən çıxır eşiyə. Pəs laiklikdə sən bütün düşüncələrə, yəni marksizmdir, kommunizmdir, materializmdir, ateistdir, fundamentaldılar, bunlar hamısı düşüncələrinə bir fasiləni qoruyursan, hamısını ədalətlə hökmranlıq edirsən. Yaxın geçsən, ədalətdən çıxırsan eşiyə. Təsahül və təsamuhun da mənisi der vaqa budur. Siz baxsınız, görürsünüz ki, Səlahaddin Əyyubi Qodsu fəth eləyəndən sonra bütün Məsihiyəni orada azad edir. Heç birinin boynunu vurmur. Ya məsələn, Qostantiniyə fəth olanda Sultan Muhammed Fatih imperatoru azad edir. O imperatoru ki, boynu oradadır. Yaxşı, çəşimdə mən. Yox, qut oldu vaxtımız. 30 saniyə. Həsən insaniyyət. 30 saniyə. O vaxt 30 saniyə. Xoş, ərz edeyim ki, bu müəllifə əlbəttə idamə tapır. Çünki mən qıssatı, mən onun dijəqlərini çox sayacağam deyəm. Bizim faillərimizdə vardı, gedəcək bu. Əzizlər, bir dənə də bəli, İslam-ı Türkü və İslam-ı Hindidən bizim bir dənə mənşurlarımızdır. Düşüncələr gəlir o mənşurdan keçirlər. İslam-ı Hindidə və İslam-ı Farsidə düşüncə zərtoştidir. Yəni bunlar hər şey yaparlar, zərtoşt və sənəviyyətlə, doqanici ilə ölçürlər, do məbdəi ilə ölçürlər. Və əgər hakimiyyət dinidirsə və gəlir, din qüdrətə çatır, zərtoştun düşüncələrindədir ki, Moğanlar həmişə oturublar Sasanlərin yanında. Türk düşüncəsində həmişə hakimin yanında həkim əyləşibdir, fəqih əyləşməyibdir. Heç zaman olmayıbdır. Əsən Türkün düşüncəsində, İslamında şəriət unvanında bir şeyimiz yoxdur. Hər şey törə ilə yumuşanıbdır. Yəni şəriətin başı geyib dəyib törüyə, törədə yumuşanıb. Geyib başı dəyib törüyə, törədə yumuşanıbdır. Xoş. Amma xoş, Türk İslamı gedir şaman düşüncəsindən götürür, hər nə mənən gətirir. Mənşur oradan gəlir. Təbiəti sevmək, ondan sonra animizmidir, naturalizmidir, təbiəti sevmək, təbiətlə danışmaq və ruh bağışlamaq, insanların o insanlığına dəyər vermək, hörmət vermək, o düşüncədəndir ki, mən istəmirəm. Və tək tanrıçılıq və tüylər İslamiyə qəbul edirlər. Və həmişə tək tanrıçılığı inanırdılar, beşdə cəhənnəmə inanırdılar, Peyğəmbərə yalavaz deyilə inanırdılar, deyil, elə bizim sözlərimizdə İslam deyil. Və İslama da dəstək oldular və bunlar da nə inədilər? İslamı genişləndirdilər və əsli sahiblər deyil, ondan özləridirlər. Sağ olasınız. Bizim indi bir dənə avaz bərnaməmiz olacaq.